İddialara görə Londonda British Muzeyində sərgilənən bu mumya Həzrət Musanın dövrünə aid Firona məxsusdur. Yaşı 3000 və ya 5000 olduğu söylənilən bu mumya Yuxarı Misirdəki Cebeleyn qəsəbəsinin Süveyş körfəzindən Qırmızı dənizə açılan bölgəsində bir təpədə bastırılmış halda tapılmışdır. Tapılan bu mumya Misirdən London şəhərinə aparıldı. Cəsədin daxili orqanları və beyni qurumaqla birlikdə hər şeyi yerində idi. Bu cəsəd təbii mumya olaraq da gedir. İlk başlarda bu mumya müsəlmanların Quranında da adı keçən Firon budur deyə 2 il bu yazı ilə nümayiş olunurdu. Daha sonra isə o yazı oradan çıxarılmışdır. Sərgidə onun 20 yaşlı sui-qəsdə uğramış Misirli gənc bir oğlana aid olduğu yazıldı. Çürüməməsinə səbəbi isə Misir torpaqlarının cəsədləri çürümədən uzun müddət saxlama qabiliyyətinə malik olması göstərildi. Müqəddəs kitablar olan Quran və Tövratda Misir Fironunun Həzrət Musaya qarşı olduğu göstərilir. Həmin Fironun 2-ci Ramzes olduğu iddia olunur. 2-ci Ramzes əskərləri ilə bərabər Həzrət Musanın arxasınca düşmüş və ikiyə ayrılan Qırmızı dənizin altında qalmışdır. Quran-ı Kərimdə belə bir ayə var. Ey Firon, səndən sonrakılara ibrət olsun deyə, bugün sənin cansız bədənini xilas edəcəyik. Həqiqətən insanların çoxu ayələrimizdən qafildir. Bu kimi videoların davamı üçün videonu bəyənib kanala abunə olmağı unutmayın.